Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, Quranda bir ayə var, insanı özü ilə üzbəüz qoyur. Yəni, ey insan, özünə bax. Və bu ayə Zəriyat surəsinin 21-ci ayəsidir. Allah buyurur ki, və fi ənfusikum əfələ tubsirun, sizin özünüzdə dəlillər vardır. Məgər görmürsünüz? Yəni, insanın özündə, daxilində, içində dəlillər vardır. Bu dəlillər nədir? Bu dəlilin biri qəlbdir. Səndən icazə almadan işləyən möcüzəvi orqandır. Qəlbin gündə təxminən 100.000 dəfə döyünür. Sən ona indi döyün demirsən, indi dayan da demirsən. Bir anlıq dayansa, topladığın bütün güc, yığdığın bütün mal, dövlət səni xilas edə bilməz. Allah buyurur ki, və fi ənfusikum əfələ tubsirun, sizin özünüzdə dəlillər vardır. Məgər görmürsünüzmü? Bu dəlillər nə üçün var? Yəni, Allahın varlığına, Allahın Rəbb olmasına, Allahın tək haqq məbud olmasına bizim özümüzdə dəlillər vardır. Allah bizə ən yaxın olanı misal gətirir. Ən yaxın olan nədir bizə? Özümüz. Allah bizə bu ayədə səmanı misal gətirmir. Ulduzları, günəşi, ayı misal gətirmir. Təbiəti misal gətirmir. Çayları, dənizləri, okeanları misal gətirmir. Bizə özümüzü misal gətirir. Ey insan, özünə bax. Özünə bax və özündə dəlillər vardır. O dəlillərin ən böyüyü qəlbdir. Möcüzəvi bir orqan. Ölənə qədər dayanmayan orqan, işləyən orqan. Allah buyurur ki, ey insan, bir özünə bax, yəni bir qəlbinə bax. Gör Allah o qəlbə necə nizam qoyub. Gün ərzində 100.000 dəfə döyünür. Və sonra nəfəsinə bax. Hər gün 20.000-dən çox nəfəs alırsan. Sən yuxuda olanda da, huşunu itirəndə də, hətta koma vəziyyətində olanda da nəfəs davam edir. Nəfəs dayanmır. Bu nəfəsi idarə edən kimdir? Allah. Təsəvvür et, hər halınla nəfəs alırsan. O nəfəsin dayansa, artıq sən həlak olarsan. Hər halınla, hər vəziyyətinlə sənin nəfəsini idarə edən, aləmlərin Rəbbi olan Allahdır. Allah da insana buyurur ki, ey insan, bax, sənin özündə dəlillər var, nişanələr var mənim mövcudluğuma, mənim müdabbir olmağıma, mənim necə rəzzaq olmağıma dəlillər vardır. Bir qəlbinə bax, bir nəfəsinə bax, sonra bir qanına bax, səssiz işləyən nizam, qan saniyədə damarlarında axır, zəhəri təmizləyir, hüceyrələri bəsləyir, orqanları qoruyur. Bu qanı idarə edən kimdir? Bu qanı insan bədənində istehsal eləyən kimdir? Aləmlərin Rəbbi olan Allah Azza və Cəllə. Sonra Allah buyurur ki, bir özünə bax, yəni bir gözünə bax. Bir damla su, bir dünya görüntü. Gözün bir damla sudur. Amma o damlada minlərlə rəng, milyonlarla forma var. Bu mexanizmi yaradan kimdir? Əlbəttə ki, Allah. İnsan bir gözünə baxsın. Allah buyurur ki, özünüzdə dəlillər vardır. Özünüzdə dəlillər var dedikdə, yəni gözündə dəlillər vardır. Bir gözünə bax. Gör, bir damla suda milyonlarla görüntü yaradıb. Milyonlarla forma yaradıb. Bu gözü idarə edən kimdir? Əlbəttə ki, Allah. Bu gözü yaradan kimdir? Əlbəttə ki, Allah. Ona görə Allah Azza və Cəllə buyurur ki, və fi ənfusikum əfələ tubsirun, sizin özünüzdə dəlillər vardır, məgər görmürsünüzmü? Hətta beyin, sən yatırsan, amma beyin oyaqdır. Nəfəsini tənzimləyir, ürəyini nəzarətdə saxlayır və bütün orqanları idarə edən sənin beynindir. Fasiləsiz iş rejimi. Bu beyni idarə edən kimdir? Aləmlərin Rəbbi olan Allah Azza və Cəllə. Deməli, bu bədəni, bu cismi sən yaratmadın. Sən onu idarə etmirsən.
Bu cismi, bu bədəni idarə edən aləmlərin Rəbbi olan Allah Azza və Cəllədir. Ona görə Allah buyurur ki, sizin özünüzdə dəlillər vardır. Allahın mövcudluğu üçün, Allahın haqq məbud olduğu üçün sizin özünüzdə dəlillər vardır. Problem dəlilin azlığı deyil. Problem baxmamaqdır. İnsan övladı baxmaq istəmir. Allahın yaratdıqlarına baxmaq istəmir. Yəni problem baxmamaq deyil. Yəni sənin gözün açıqdır. Görürsən, amma baxmırsansa görməyəcəksən. Allahın dəlillərini görməyəcəksən. Allahın nişanələrini görməyəcəksən. Əziz müsəlmanlar, Quran-ı Kərimdə Allah bizə xitab edib deyir. Əz-Zərriyyat surəsi 21-ci ayədə və fi ənfusikum əfələ tubsirun, sizin özünüzdə dəlillər vardır. Məgər görmürsünüzmü? Yəni bu ayə həqiqətən də insanı düşündürür, insanı təfəkkür etdirir. Bax gör, sənin özündə hansı dəlillər var? Sənin özündə saysız, hesabsız dəlillər var, nişanələr var. Ona görə Allah sənə ən yaxın olanı misal gətirir. Sənə ən yaxın olan sənin özünsən. Özünə bax, Allahı an, Allahı xatırla, ona dön, ona qayıt, ona tövbə et. O bu qədər. Allah bizi eşidib faydalanlardan etsin.